Biz bu Ramazan ayında çalışdıq insanları və özümüzü Allahın əmrlərinə itayətə hazır eləyək. Sonra isə yavaş-yavaş əmrə aşiq olaq. Fərqi yoxdur o nə deyir. Əsas odur ki, nəsə əmr eləsin. Bu eşq bizdə yaransın. İnsan Rəbbinə itayət eləməsə, ona zor deyən birinə itayət eləyəcək. Öz qatilinə pərəstiş eləyəcək, öz qatilinə itayət eləyəcək. İnsan özünə mehriban olana itayət eləməyəndə, özünə düşmən olana itayət eləyəcək, pərəstiş eləyəcək. Allah Quranda ona görə möhkəm danışır bu mövzuda. O əmr eləyir, sən baş üstə desən, sən içində təkəbbür qırılır. Mövzu bu təkəbbürdür. Təkəbbür qırılır, pərdə çəkilir. Səninlə də Allah arasında pərdə bu təkəbbürdür. O əmrin acılığı ilə bunu eləyəcəksən, baş üstə deməklə o təkəbbür qırılır, dağılır, sonra pərdə çəkilir. Pərdə çəkiləndə səninlə Allah arasında maneə çəkilir. Sən başlayırsan Allahı görməyə, ondan sonra əmrin acılığı gedir sənin üçün. Sən başa düşürsən ki, bu əmr niyə belə sərt idi? Ona görə yox ki, mənə zor deyir. Ona görə ki, bu əmrin sərtliyi mənim içimdə təkəbbürü sındırmalıdır. Təkəbbür sınmalıdır ki, mən əmr verəni görüm, əmr eləyəni görüm. 20 gündən artıqdır biz özümüzü öldürürük, bir insanı gətirək, başa salaq ki, itayət. Buradakılar başa düşmə, ümumi deyirəm. Yəni, dərdən, qabıqdan çıxırıq, özümüzü öldürürük ki, ona itayəti izah eləyək. İndi 23-cü gündə, 22-ci gündə güclə, zorla qəbul eləyib, itayət eləyirəm, yaxşı eləyirəm. Allah dərhal deyir və əti'ur rəsul. Peyğəmbərimə də itayət eləyəcəksən. Əvvəl nə gəlir? Əti'ullah, Allaha itayət elə. İkinci mərhələ nədir? Və əti'ur rəsul. Bəzi sözlər var ki, özü Quranda demir Allah. Deyir ki, Peyğəmbər sən denən. Sən denən qoy görək sənə başda desinlər. Yoxlayım görüm, sən doğrudan mənə itayət elirsən, yoxsa eləmirsən. Yoxlayım görüm. Necə yoxlayım? Sən ki, mənə deyirsən, baş üstə. Görüm, sən bunu ürəklə deyirsən, ya yox. Mən Allaha deyirsən baş üstə. Görün bunu ürəklə deyirsən, yoxsa yox. Necə yoxlayım? Mən bir nəfəri seçəcəm sənin kimi insanların içindən. Deyəcəm ki, ona da baş üstə de. Çoxu deyir ki, burada olmadı. Yox. Buracan yaxşı gəlmişdi, buradan sonra olmadı. Allah deyir, görsən, sənin itayətin saxtaydı. Sənin itayətin saxtaydı. Sən yalan danışırdın. İndi Asad deyib, biz elə bilirik ki, onların başında xüsusi tacı olub, üzlərindən də o filmlərdəki kimi projektor kimi nur çıxıb. Belə şey yox idi. İndi keçmişdən danışmaq Asad, qurban olum ona necə... İndi də sənin içində o qədər dəyərli adamlar var ki, onu yaxşı qəşəng tapdalayırsan. Belə bir şeydir təxminən.